Herkese salam dostlar. Yepyeni Free Fire videomuzda da qarşınızdayıq. Dostlarım, bu dəfəki videomuzda da yeni gələcək etkinlikləri göstərəcəm. Siz bu serini niyəsə çox bəyənirsiniz. Çoxlu like eləyib komment edirsiniz. Ona görə də mən həvəsə gəlib bu serinin davamını gətirirəm. Hətta bu dəfəki videomuzda da əvvəlkindən çox etkinlik qoymuşam. Bir-birindən özəl etkinliklər gəlir. Elmaslarınızı saxlayın, lazım ola bilər. Videoya başlamazdan öncə bu tipdə yeni etkinliklərdən xəbərdar olmaq üçün kanala abunə olmağı və videolara like atmağı unutmayın dostlar. Əgər bu videoya da ən az 200 like gələrsə, bu serinin davamını gətirəcəm. Hazırsınızsa, gəlin başlayaq. Başladıq ilk etkinliyimizə dostlar. İlk etkinliyimizdə görmüş olduğunuz kimi 2 ədəd VSS desenimiz var və 2 ədəd M4A1 deseni olaraq gələcək. Biri, səhv etmirəmsə M4A1-in biri də, baxın o sarı qismdə göstəriləni də atölyedir. Və VSS-in bu yeni gələni də deyəsən atölye olaraq keçərlidir. Bu arada qırmızı VSS çox möhtəşəmdir ya, üstündə at falan. Gözəl dekor ediblər bunu. Amma M4A1 mənə də gəlir bu otomata gəlməyəcək. Göy M4A1-i deyirəm bu arada. Onun yerinə başqa şey gözlənilir. Amma bu Token Vela, yəni şans çarxına gələcəyi gözlənir bu etkinliyin dostlar. Vaxt itirmədən keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, görmüş olduğunuz kimi Evo çarxı gözlənilir və bu Evo çarxında P90 və Grozanı çıxın, AK və UMP-nin gəlməsi mütləqdir və geriyə qalan 2 ədəd Evo isə tamamilə serverdən serverə dəyişəcək, random bir şəkildə gəlir. Hər sezon, yəni hər gələn Evo çarxı üçün bu keçərlidir. Nəysə, keçək növbəti etkinliyimizə. Bəli, görmüş olduğunuz kimi bu dəfəki etkinliyimizdə dostlar, baxın bu keçən il deyəsən bu ifadə yenicə gəlmişdi. Çox möhtəşəm ifadədir. Həqiqətən mən bunu bəyənirəm. Mənim hesabımda yoxdur. Bunu almaq planındayam. Yenidən gələcək və Faded Villa, yəni solmuş çarxa gələcəyi gözlənilir. Keçək növbəti etkinliyimizə. Dostlar, növbəti etkinliyimizdə görmüş olduğunuz kimi şans çarxına gələcək olan dönüşüm effektidir. Bu mənə elə gəlir ki, efsanəvi kostümdür. Yəni səhv eləmirəmsə, dəqiq bilən olsa kommentə yazsın. Bunun gələcəyini, yəni belə bir çarxa gələcəyini gözləmirəm. Gəlsə jeton kulesinə gələr. Çünki bu tip etkinliklər normalda jeton kulesinə gəlirdi və mən bunu şans çarxında gələcəyini düşünmürəm. Sözün açığı. Nəysə, vaxt itirmədən keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, baxın bu divar keçən il gəlmişdi və eyni zamanda yanında da düşmə effekti ilə birlikdə gəlir. Baxın belə bir çarxa. Bu çarxı heç sevmirəm sözün açığı. Bu çox belə deyək də fırıldaqdır. Fırıldaq etkinliyidir bu tipdə gələn etkinliklər. Amma yenə də bu düşmə effekti gələcəksə bunu almağa dəyər. Yəni almaq istəyən varsa indidən deyim, ala bilərsiniz. Hətta bu divara da dəyər. Əgər ikisi bir etkinlikdə gələrsə. Keçək növbəti etkinliyimizə dostlar. Caz pantolonların geri dönəcəyi artıq dəqiqləşdi və bəzi serverlərə getməyə başladı. Görmüş olduğunuz kimi. İnşallah bizim serverə də gələr və kimin ki hesabında yoxdur, təyin eləyər. Hətta ürəkli caz pantolon da gələcəyi gözlənilir. Keçək növbəti etkinliyimizə. Dostlar, növbəti etkinliyimiz Sakura'da və Lucky Royale gələcəyi gözlənilir. Artıq bu Sakura'nın gələcəyi təəssüflər olsun ki, dəqiqləşib və bəzi serverlərə girməyə başlayıb. İnşallah bizim serverə gəlməz deyirəm. Çünki bizim serverə gəlsə hesabların dəyəri, xüsusən də Sakura'sı olan hesabların dəyəri əməlli başlı mənfi təsir edəcək onlara. Nə bilim, yenə də görə inşallah xeyirlisi deyirəm və sizlərə içərisində olan paltarları göstərirəm yavaş-yavaş. Dostlar, keçək növbəti etkinliyimizə. Bəli, gözlərinizə inana bilməyəcəksiniz. Hətta mənə çox sual verirdiniz ki, mələk şalvarı geri dönəcək. Həqiqətən mən də inanmırdım ki, geri dönsün. Amma dostlar, dəqiqləşdi və bu da artıq bəzi serverlərə getməyə başlandı. İndidən almazlarınızı hazır edin. Hətta mən də almazlarımı hazır edəcəm. İnşallah Allahın izni ilə
bu otomata basacağıq və şans çarxına gələcəyi gözlənilir dostlar. Çox böyük ehtimal ki 150 elmasdan ucuz olmaz. Çünki bu mələk şalvarları oyunun ən dəyərli şalvarlarıdır dostlar. Özünüz məndən yaxşı bilirsiniz. Ona görə də nəzərinizə çatdırım ki, almazlarınızı biraz çox saxlayın. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar Lucky Royale gələcək olan köhnə maskalar bir otomata yığılıb və görmüş olduğunuz kimi burada 5 ədəd maska var. Hamısı bir-birindən gözəldir. Vaxt itirmədən bunları sizlərə sürətli bir şəkildə göstərim və keçim növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar Garena artıq həqiqətən də ağ eləyib. Bir Lucky Royale-ın içərisinə bütün Elite Pass'ın kostyumları yerləşdirilib görmüş olduğunuz kimi. Deyəsən bunlar Elite Pass deyil, old paltarlardır. Amma səhv eləyirəmsə siz kommentlərə yazarsınız. Bunları da sürətli bir şəkildə göstərib sizin vaxtınızı almadan keçirəm növbəti etkinliyimizə dostlar. Növbəti etkinliyimizdə yəqin ki bu paltarları özünüz bilirsiniz, xüsusən də o ağ paltarı özünüz yaxşı bilirsiniz ki keçən il gəlmişdi serverimizə və yenidən gələcəyi gözlənilir. Şans çarxı ilə birlikdə gələcəyi gözlənilir dostlar. Yenə də deyirəm, almaq istəyirsinizsə almazlarınızı saxlayın. Çox bir-birindən gözəl, çox möhtəşəm etkinliklərin gələcəyi gözlənilir dostlar. Keçək növbəti etkinliyimizə. Dostlar, əvvəlki videoda da bildirdim, bu videoda da bildirirəm, çünki yeni gələnlər ola bilər. Artıq gülmə ifadəsinin gələcəyi dəqiqləşdi və Lucky Royale-a gələcəyi gözlənilir. Yəni mağazaya yox, ancaq Lucky Royale-a gələcəyi gözlənilir. Zaten mən də bilirdim ki, hər halda digər etkinliklər otomata gəlirsə, yəqin ki gülmə ifadəsi də otomata gələr. Yanında hansı hədiyyələr veriləcəyi bilinmir, orada görsənmir, təəssüflər olsun ki, ancaq gülmə ifadəsi görsənir. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar zamanların əfsanəsi olan, baxın bu dovşan kostyumları gələcək. İnşallah da gələr, çünki düzdür, məndə var, məndə sadə dovşan var kostyumu, amma olmayanlar təmin eləyə bilər dostlar. Əsas da baxın bu neon dovşan var, həqiqətən ölürəm də bundan ötürü. Əsas da şalvarlarına görə istəyərəm bunları. Təəssüflər olsun ki, mən almazı ancaq Poker MP40, bir də nə idi onun adı yadımdan çıxdı. Hə, mələk şalvarı etkinliklərinə basmaq planım var. Bəli dostlar, bu dəfəki videomuzun da sonuna çatdıq. Sağ olun, salamat qalın. Kanala abunə olub, videolara like atmağı unutmayın. Dediyim kimi, əgər bu serinin davamlı gəlməsini istəyirsinizsə, bu videoya 200 like gəlsin. İnşallah davamını gətirəcəm.